Axşamınız xeyir olsun, salam əməlinizi. İlk öncə təbrik edirəm Neftçi komandasını. Çox bugün istəkli meydanın hər qarşı üzərində vuruşan bir kollektiv vardı və yaxşı müdafiə olunan bir kollektiv var idi. Və qalib gəldilər, təbrik edirəm və öz futbolçularından razı qaldım. Baxmayaraq bu qədər sıx bir qrafikdə oynamalarına baxmayaraq yaxşı xarakter göstərdilər. Yəni 1-0 məğlub olmamıza baxmayaraq daima rəqibin üzərinə getdilər. Daima qol vurmaq üçün yəni rəqib meydanda olmağa çalışdılar. Belə olur. Belə yəni bu komandanın da haqqıdır qalib gəlmək. Dediyim kimi əvvəl də futbolçularına bildirmişdim ki, ilk oyundan sonraki oyunda bu komanda daha aktiv olacaq və daha hazırlıqlı olacaq. Çünki onların uzun bir 8 günlük yaxşı bir hazırlıq olmuşdu. İlk oyun ola bilər ki, futbolçular biraz öz oyun ritmindən biraz düşmüşlər, amma ikinci oyun belə hazırlan sonra mütləq daha yaxşı formada olmasını gözləyirdik və belə də oldu. Və belə deyəcək bir söz yox, yaxşı futbol havası var idi. Təşəkkür edirəm gələn bütün azarkeşlərə. Belə qarşıdakı oyunlar yenə baxmayaraq ki, bizə bir xeyli günlər istirahət lazımdır. Əfslər olsun ki, yenə 4 gündən sonra oyun, sonra yenə 5 gündən sonra oyun. Baxmayaraq biz Çempionlar Liqasının oyunlarından uzaqlaşmışıq, amma hələ də bu sıx qrafikin içində gedirik. Düşünürəm ki, bu il futbolçularımız üçün çox yaxşı, təcrübəli bir il oldu. Həm biz məşqçilər üçün, ümumiyyətcə, yəni futbolçuların ümumi fiziki potensialını bəlkə daha yaxından tanıdıq. Amma bir şey qeyd edeyim ki, yəni, həqiqətən futbolçularımız çox yorulublar və çox ağır bir il keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq mən futbolçularıma bir daha təşəkkür edirəm. Buyur, sağ olun. Ondan qısa müddət Neftçinin 2 oyunu keçirdiniz. Birinci oyunda tam tərəfli nəticə, ikinci oyunda tam tərəfli nəticə. Düşünürsünüz ki, birinci oyundakı hesab Neftçiyə əlavə motivasiya verildi. Bu oyunda elə öz sözünü. %100 oldu, amma dediyim kimi yəni onların yaxşı bir hazırlıq proqramı olmuşdu, mini proqramları olmuşdu. Və ikinci oyun %100 mən gözləyirəm ki, bugün yəni Neftçinin futbolçuları daha hazırlıqlı olacaqlar. Və əlbəttə ki, əvvəlki oyundakı hesab əlavə həm motivasiya, həm də daha da ciddiyyət vermişdi. Belə də oldu. Yəni, yenə deyirəm ki, haqları idi, təbrik edirəm komanda. Buyurun, Zəfər. Geçmiş olsun, sual biraz fərqli verim. İlk oyundakı böyük hesablı qələbə sizin futbolcularda bir rahatlıq yaratmaq fikirdir. Olur rahatlıq istər-istəməz, amma maksimum çalışdıq ki, futbolçularımızı bu vaxtda düşünməsinlər. Çünki futbolçular da təcrübəli oyunculardır. Onlar Neftçinin gücünü bilirlər və onların fərdi yaxşı oyuncuları var idi və çox sürətli bir oyuncuları var hal-hazırda da. Nə qədər özlərini, belə deyək, konsentrasiya etsələr də, hər bir halda biraz rahatçılıq var idi. Elə oyunun ilk dəqiqələrində bu hiss olundu, amma sonra get-gedə oyunlar ala bilirlər. Amma insandırlar, deyəcək bir söz yox, belə də olur, belə də. Amma yaxşı oynadılar, yaxşı, yəni xarakter göstərdilər. Buyur, Kənan. Montielin zədələnməsinin oyuna təsirini necə qiymətləndirə bilərsiniz? Çünki həm də ehtiyat qüvvəmiz də bir qədər azdır, müdafiə eləmək şanslarımız azdır. Düzdür, biraz gözlənilməz bir dəyişiklik oldu. Bizim oyundan öncə biraz fərqli planlarımız var dəyişikliklərdə. Çünki yəni bugün məsələn Pedro'nun biz ilk dəqiqəni qoymamışdıq. 9 oyun durmadan bütün oyunları oynamışdı. Yəni çox ehtiyatlardıq ki, onu ilk dəqiqələrdə meydana buraxmağa. O cümlədən bugün Yankovic'in 3-cü 90 dəqiqə oyunu idi. Ona görə onu da biraz planlı şəkildə dəyişdi. Amma Montiel'ə əksinə biz ona əvvəlki oyun oynamamışdı. Ondan əvvəlki oyun oynamamışdı. Kubok oyununda fikrimiz var ki, 2-3 oyun daha da oynasın, idman formasını bərpa eləsin. Belə bir balaca dəyişikliklərdə düşünülməmiş bir addımlar oldu, amma hər bir halda hər bir oyunçumuz
yəni belə hallarda meydana çıxıblar və oyun dəyişiblər və dəyişdilər də belə desəm ki, baxmayaraq 1-0 geridə oldu, amma ümumən belə oyunun gedişatında yaxşı hücumlarımız oldu, yaxşı rəqibə belə deyək təzyiq göstərə bildilər. Amma standart vəziyyətdən buraxılan qollar ümumiyyətcə axırıncı dəqiqələrdə bu futbolun ümumiyyətcə azarkeşlər üçün ən belə deyək də gözlədikləri anlardır ki, belə bir standart vəziyyətlər olsun, axır dəqiqələrdə qol vurulsun. Belə bəlkə o da olsaydı uduzacaqdı. Bugün Neftçinin günü idi. Amma hər bir halda biraz istərsin planımızda azca bir dəyişiklik oldu. Buyur Azim. Var keçmiş olsun. Bu arada bu nəticədən sonra rəsmiləşdi. Sabah kitabda ölkə çempionu oldu. Bu barədə nə deyə bilərsiniz? Yeni bir rəqib kimi. Yox, təbrik edirəm. Əlbəttə ki, biz istənilən komandamızın uğurunu bildirməliyik, onları təbrik eləməliyik, onlara uğurlar arzulamalıyıq. Bu futbolun aksiyomasıdır və əlbəttə ki, ümumiyyətcə son biz bir ay yarım götürsək, yəni bizim bütün oyunlarımız, ümumiyyətlə çempionatın bütün oyunları, çünki bizim 3 deyil, məsələn, sabahlı oyunumuz oldu, az bir gün vaxtda və 2 Neftçi ilə oyunumuz və bu biraz fərqli bir, belə deyək də, sanki Azərbaycan çempionatı oldu. Fərqli belə, həm azarkeş baxımından, həm oyunun tempi baxımından və mən yenə edirəm ki, bizim futbolçularımız böyük bir xarakter göstərdilər. Baxmayaraq bu il boyu olan həm psixoloji yorğunluq, həm fiziki yorğunluğa baxmayaraq bu oyunlarda düzdür, ümumi nəticələri bəlkə ürək açan olmaya bilər, amma ümumi biz oyuna baxsaq, yəni çox dözümlü belə bir xarakter göstərdilər və məncə azarkeşlər üçün də yaxşı, ümumiyyətcə həyəcanlı bir futbol ayı oldu, belə deyək, günləri oldu. Amma hər bir halda əlbəttə ki, uğurlar arzulayıram və təbrik edirəm və hər iki komandanı. Ümumiyyətcə mən həmişə qeyd edirəm ki, nə qədər belə nəticələrin bəzən dəyişməsi ümumi futbola olan azarkeşlərinin sayını çoxaldır. Kütlələri ayrı-ayrılıqda çoxaldır və nə qədər bu kütlələr çoxalsa da intriqa daha da böyüyür və məsuliyyət daha da artır və belə oyunlar olur. Əlbəttə biz buna sevinirik və uğurlar təbrik edirəm bir də. Buyur Orxan. Bu məğlubiyyətdən sonra ikinci ilə bir də təhlükə altına ki, bu siz nədədir narahat edir? Narahat eləyəcək əlbəttə ki, yəni çox yaxşı, hazırlıqlı bir turan gəlir növbəti oyunumuz. Hansı ki, ümumiyyətcə özünə xas, özünə məxsus bir oyun üslubu var, hansı ki, rəqiblər üçün daima çətinlik yaradan və buna hazır olmalıyıq. Amma yəni biz əlbəttə ki, son oyunlara kimi mübarizəmizi aparacağıq və mən yenə edirəm ki, mənim futbolçularım ümumiyyətcə yəni hər il olduğu kimi, amma bu il əlavə belə daha böyük bir xarakter göstəriblər və inşallah inanıram ki, qarşıdakı yorğunçuluqlara, sıxırafiqə baxmayaraq yenə də biz çalışırıq bunu bacarmağa, amma hər bir halda ən azından mən öz oyuncularıma, futbolçularıma arxayınam ki, onlar bütün oyunlara öz maksimum gücünü qoyacaqlar və hətta olmadığı, tükəndiyi halda da o enerjini sonlara tapırlar. Buyurun. Orhan, bu mövsüm çempion ola bilməməyinizin əsas səbəbləri görürsünüz. Çempionlar Liqasında çox daha uzun yol qət etmək, yoxsa legioner limitinin ləğvinin Qarabağın çempion ola bilməməsinə nə dərəcədə təsir var? Çünki nəzərə alaq ki, əvvəlki illərdə rəqiblər, Azərbaycanlılar önündə bu mövsüm, misal bu Karvan belə bütün legionerlər var. Əsas səbəb sizin nədir? Səbəblər, yəni bir neçə səbəb var buna. Bir, yəni ümumi belə baxsaq, bir dəfə də hansısa oyundan sonra fikirlərini bildirmişdim ki, ola bilər ki, biz bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatını, ümumi çempionatın gücünü bilmədik və digər tərəfdən yəni Çempionlar Liqası inanın ki, bizi çox yordu. Həqiqətən çox yordu futbolçuları və
digər bəzi detallar var, hansı ki, biraz oyunculara ümumi təkliflər falan, o, bu, indi bunu yenidən abartmağa ehtiyac yoxdur. Yəni, bu da hansısa bir motivasiya, yəni ölkə çempionatına olan motivasiya biraz maneçilik görə bildi. Amma digər tərəfdən, yəni bizim qarşımızda yaxşı Sabah var idi, hansı ki, çox formalaşmış bir kollektiv, ümumiyyətcə bir çox çempionata bütün fikrini, belə deyək, yəni çempionata yönəldilən və yaxşı orqanizasiya olunmuş bir Sabah var idi, hansı ki, heç bir oyunu demək olar ki, boşluqlar vermədilər və digər tərəfdən dediyim kimi, bəlkə də tam sırf hazır deyilik biz bir çempionata ki, sonra kimi öz gücümüzü bəlkə belə deyək, ilin əvvəlindən, ilin ortalarından bölüşdə bilmədik. Digər tərəfdən, yəni futbol, yəni yenə deyirəm ki, biz həmişə çempionlas deyilik, yəni futbol, yəni istənilən ölkədə, yəni bu halları görmüşük. Yəni belə bir şey yoxdur, hətta bəzən güclü olduğun halda belə görsən ki, çempion olmursan. Yəni belə bəzi nüanslar var, sadəcə bunu biz normal, düzgün analiz edib, yəni düzgün qəbul eləməliyik. Mən bu ilki yenə deyirəm ki, çempion olmamağımızı qəbul eləyirəm. Çünki mən işin içində olmuşam, kollektivin içində çox olmuşam və futbolçuların nə əziyyət çəkdiyini və hansı çalışmazların olduğunu da yəni, çox gözəl bilirəm. Amma digər tərəfdən dediyim kimi yəni, çox komandalar həddindən artıq istəkliydilər. O cümlədən elə Sabah olsun, o cümlədən Neftçi olsun, o cümlədən Zirə olsun. Yəni, bunlar hamısı hansısa bir titul əldə etmək üçün yəni, çox böyük bir avyomda işlər görürlər və belə sonda da gəlib belə bir nəticələri oldu. Və biz də yəni, bundan düzgün belə bir nəticə çıxararaq qarşıdakı illərə hazırlaşacağıq. Amma inanın ki, ümumi gedişatdan, ümumi futbolçularımın bugünkü hətta performansından göstərdiyi oyundan mən razıyam. Buyur xanım. Görünən odur ki, heç vaxt olmadı belə dəyişikliklər olacaq yarı prosesində Qarabağda. Artıq yeni transferlərlə bağlı da şayiələr gəzir. Hazırda durum nədir? Hər hansı bir danışığın aparıb yekunlaşdığı bir transferlər varmı? Razılığa gələn futbolçular varmı? Danışıqlar var, gedir, çoxdur ümumiyyətcə. Və mən bundan bir neçə gün əvvəl də fikirlərini bildirmişdim ki, bəlkə də hal-hazırda biz işimizin bir 60-70%-ni ümumiyyətcə transfer tərəfə yönəltmişik. Çünki ona görə yox ki, futbolçularına razı deyiləm, ona görə yox ki, mən kimləri göndərəcəm, sadəcə daha da geniş heyət olmağa ehtiyac var, daha da dəyişiklərə ehtiyac var həqiqətən. Amma mütləq şəkildə çalışırıq ki, transferlər etməyə bir neçə, bəlkə də 4, 5, 6, bilmirəm nə qədər alınacaq. Amma əslində olsun ki, biz istədiyimiz kimi olsaydı, hər şey çox rahat olardı işləməyə. Bəzən görürsən, son anda belə görürsən, hansısa bir transferimiz alınmayıb, hansı ki, tam əlimizdə olub. Amma hər bir halda dəyişikliklər bəli olacaq, amma bu daha da genişlənmək üçün, heyət genişləndirmək üçün və daha da belə deyək, əlbəttə ki, bu cür gərgin grafikə hazır olmaq üçün. Marko Yankovic başlı olan bir neçə futbolcuda son oyunlarda performansında irəliləyiş olunur, istəyirsən ki, daha çox idi. Göndərməyə fikirləşib, amma son bu 2-3 oyuna görə qalmasını düşündüyünüz hansı adlar var mı? Təbii ki, ad çəkmədən. Yox, belə göndərmək haqqında ümumiyyətcə hal-hazırda mən heç bir futbolçular düşünməmişəm. Çünki yəni, götürülən futbolçular yoxdur hələ. Ona görə sondakı addımda, o sonda olan addımdır. Amma ümumən Yankovic yəni, əvvəl bir neçə oyun biz ona istirahət verdik. Yəni, o qədər yorulmuş ki, hətta milli komandada oynayan oyuncular ümumiyyətcə həddindən artıq çox yorulurlar. Bəzi getməyən futbolçu yəni, ən azından 1-2 gün üçün artıq istirahət edə bilirlər bəzi o milli komanda aralığında. Yankovicə bir neçə oyun istirahət verdi, biraz özünə gəldi, biraz daha da necə deyim, həm psixoloji, həm fiziki öz formasını bərpa elədi. Amma ümumən belə ola bilər bir neçə futbolçu haqqında təxmini göndərmək istədiyimi belə deyək, bildirə bilərəm, amma o yenə də transferlərdən asılıdır və yenə də
Yəni oyunçuların müqavilələri var. Hər bir halda bu qarşılıqlı razılıq şəraitində olmalıdır. Amma hər bir halda yəni böyük etmə gedənlər də yəqin olacaq və gələnlər də çox olmalıdır. Son bu sualımızı gələnlər və gələnlərdən danışmışkən, gedən Evin Cəfərquliyevin gəlmə şansı var. Son durum necədir futbolçunun qalır? Hələ necə var elədir. Çünki qarşıdakı hələ ki belə deyək, gələn üçün tam hazırlığımı belə deyək də planımı tam tutmamışam. Hələ ki bir neçə oyun var. O oyunlarda qərarlar verəcəyik. Sizinlə görüşmək istəyən dövlətlər vardı, informasiyalar vardı. Belə bir görüş görüləndir mi yaxın günlərdə? Yox, olmayıb. Buyur sağ olun. Yeniden kendi sualın devamı, o Əzizlər Liqasından göndərilsə də hər iki futbolçu Əzizlər Liqasında oynadılmır. Bununla bağlı maksimiyyət verilmə söhbət aparmışsınız. Formadan hər halda düşünürlər. Yox, yəni belə bir tapşırıq verməmişəm, amma yəni istəsələr oynaya bilərlər. Çox sağ olun. Sağ olun. Təşəkkürlər. Oldu, sağ olun.